Salam əziz şagirdlər. Biz bu günləri ümumiyyətlə qrammatikanın sintaksis bir bölməsi olubdur. Söz birləşmələrini və cümlələri öyrənir. Söz birləşməsi iki və daha artıq müstəqil mənalı sözün məna və qrammatik cəhətdən birləşməsinə deyilir. Müstəqil sözlər mütləq şəkildə əsas nitq hissələri olmalıdır. Çünki köməkçi nitq hissələri söz birləşməsi yarada bilmir. Daha sonra deməli söz birləşməsi əsas nitq hissələrdən ibarət olmalıdır. Məsəl üçün qızıl saat, məktəb direktoru, atalar sözləri və s. Yəni söz birləşməsi iki müstəqil mənalı sözün birləşməsinə deyilir və məna baxımından da bu sözlər bir-birindən birləşə bilməlidir. Bəs nələr söz birləşməsi ola bilməz? Söz birləşməsi ola bilməz köməkçi nitq hissələri varsa, yəni əgər iki sözdən ibarətsə, bunlardan biri köməkçidirsə, həmin ifadələr söz birləşməsi yaratmır. Köməkçi nitq hissəsi məsəl üçün deyək ki, evə tərəf, daha sonra səndən ötürü, ən gözəl. Deməli, burada tərəf, ötürü, bunlar qoşmadır, ən məsəl üçün ədatdır. Biz axı dedik ki, söz birləşməsi iki əsas nitq hissəsinin birləşməsindən yaranır. Daha sonra nələr söz birləşməsi ola bilməz? Etmək, eləmək, olmaq. Yəni köməkçi feillərlə yaranan birləşmələrimiz var ki, ifadələrimiz daha doğrusu bunlar mürəkkəb feildir, söz birləşməsi deyil. Məsəl üçün deyə bilərik ki, kömək etmək, dost olmaq, daha sonra və eyni zamanda deməli yadda saxladıq nəyi? Söz birləşmələri ola bilmir. Nələr? Köməkçi feillər, yəni etmək, eləmək, olmaq, bilmək, bu kimi sözlərlə birləşən sözlərimiz, bir də köməkçi nitq hissələri. Daha sonra bəs söz birləşməsi quruluşuna görə neçə yerə bölünür? Söz birləşməsi quruluşuna görə iki yerə bölünür. Deməli, söz birləşməsi quruluşuna görə iki yerə bölünür. Sadə söz birləşməsi və mürəkkəb. Sadə söz birləşməsi iki müstəqil mənalı sözün birləşməsidir. İki. Sadə. İki əsas nitq hissəsinin, yəni ki, müstəqil sözün, yəni leksik mənası olan sözün birləşməsinə deyilir. Məsəl üçün deyək ki, Bakı şəhəri. Bakı da əsas nitq hissəsidir, şəhər də. Gözəl qız. Bu sadə söz birləşməsi, çünki iki əsas nitq hissəsindən ibarətdir. Mürəkkəb söz birləşməsi isə üç və daha artıq sözün birləşməsidir. Üç və daha artıq. Məsəl üçün deyirəm ki, dünyanın ağır yükü. Fikir verək. Dünya isimdir. Bir. Ağır sifətdir. Bu da bir əsas nitq hissəsi. Yük də bir əsas nitq hissəsi. Üç əsas nitq hissəsi birləşir və mürəkkəb söz birləşməsi yaradır.
İndi biz bir məsələyə toxunmalıyıq. Biz əvvəlcə dedik ki, köməkçi nitq hissələri söz birləşməsinin quruluşuna təsir eləmir. Yəni söz birləşməsi yaratmır. Bəs belə olsa necə olacaq? Məsələn, bir söz deyək. Evə tərəf gedən. Evə tərəf gedən. Biz fikir veririk ki, 3 dənə söz var. Biz bunu mürəkkəbini götürərik. Yox. Bu müstəqil bir sözdür. Əsas nitq hissəsidir 1. Bu köməkçi nitq hissəsidir. Yəni ki, bu söz birləşməsi yaratmır 0. Gedən sözdür. Əsas nitq hissəsidir. Buna da 1 yazaq. 2 müstəqil mənalı sözümüz varsa nə olacaq? Sadə söz birləşməsi. Çünki mürəkkəb söz birləşməsi, yenə də təkrar deyirəm ki, daha yaxşı yadda qalsın. 3 müstəqil mənalı sözün birləşməsi deməkdir. Burada isə fikir veririk ki, biri köməkçidir. Köməkçi quruluşa təsir göstərmir. Bir də sizə nə deyəcəkdim? Yadda saxlayaq ki, frazoloji birləşmələr də bir leksik vahiddir. Məsəl üçün, ağzına su alıb oturmaq. Ağzına su alıb oturmaq. Deyərsiniz ki, ay müəllim, burada çoxlu sözlər var, 4 söz var. Bu nə üçün mürəkkəb söz birləşməsi deyil və sadə söz birləşməsi deyil? Çünki frazoloji birləşmələrin hamısı bir sözlə mənası ifadə olunur. Bir leksik vahiddir. Bu nə deməkdir? Susmaq. Burada 2 və 3 müstəqil mənalı söz yoxdur. Çünki frazoloji birləşmələr bir mənanı ifadə edir. Həm də yadda saxlayaq ki, söhbət ismi və feili birləşmədən gedirsə, yəni söz birləşməsindən, sərbəst söz birləşməsindən gedirsə, bunların əsas vasitə tərəfi olur. Frazoloji birləşmənin aslında əsas tərəfi olmur. Sabit birləşmədir və bir mənanı ifadə edir. Buna görə də bunlar söz birləşməsi hesab olunmur. Amma hər bir şeyin bilirik ki, amması olur. Bəs həmin frazoloji birləşməyə birləşir əsas nitq hissəsi olsa necə? Məsələn, deyirəm ki, Əlinin ağlı başına gələndə. Bilirik ki, ağlı başına gəlmək hər şey daha anlamaq mənasını ifadə edir. Başa düşmək. Frazoloji birləşmədə ağlı başına gəlmək bir leksik vahidimizdir. Bir söz yəni. Bir söz kimi başa düşün bunu. Amma əli də eyni zamanda əsas nitq hissəsidir, düzdürmü? 1 üstəgəl 1, 2 söz deməlidir. Bu da sadə söz birləşməsidir. Mürəkkəb yox, sadə söz birləşməsi. Deməli, bir də təkrardan gedək. Söz birləşməsi ola bilmir. Frazoloji birləşmələr, köməkçi feillər, köməkçi nitq hissələri. Əgər 2 sözdən ibarətdirsə və bu 2 sözdən biri köməkçidirsə və ya köməkçi feildirsə və yaxud da ki, frazoloji birləşmədirsə, bu zaman biz onu söz birləşməsi olaraq götürməyəcəyik. Yəni, sərbəst söz birləşməsi olmayacaq. Lakin, bu köməkçi nitq hissələri, məsəl üçün deyək ki, etmək, eləmək, olmaq, 2 müstəqil mənalı sözə birləşibsə və yaxud da köməkçi nitq hissəsi əsas nitq hissələrinin arasındadırsa, 2 müstəqil mənalı sözün daxilindədirsə, bu zaman həmin söz birləşməsi olaraq qalacaq. Sadəcə olaraq onun quruluşuna köməkçi təsir edə bilməz. Bir də qayda hazırlamışam. Qayda və konspekt üzərindən baxaq deməli yazdığımıza. Sintaks və söz birləşməsi. Söz birləşməsi 2 və ya müstəqil mənalı sözün, daha çox müstəqil mənalı sözün məna və qrammatik cəhətdən birləşməsinə deyilir. Daha konkret anlayışları bildirir. Məsəl üçün, söz götürək, kitab. Kitab fikir verirsə sözdür. Birləşmə deyil, çünki bir sözdən ibarətdir. Və konkret deyil, düzdürmü? Amma deyirəm ki, nə bilək hansı kitabdır, konkretliyi yoxdur. Amma söz birləşməsi sözə nisbətən daha konkretdir. Məsəl üçün, deyirəm ki, riyaziyyat kitabı. Riyaziyyat kitabı. Bu nisbətən konkretdir. Ən azından kitabın nə kitabı olduğunu konkretləşdirdi. Cümlə isə bitmiş bir fikir ifadə edir və sonunda nöqtə qoyulur, fikir konkretləşir və dəniz bugün göy rəngdədir. Söz birləşməsinə nisbətən isə cümlə daha konkret bir mənanı ifadə edir. Daha sonra nələr söz birləşməsi hesab olunmur?
Müstəqil mənalı sözlə köməkçi nitq hissəsinin birləşməsi. Bayaq dediyimiz kimi səhərə qədər. Qədər burada nədir? Qoşma. Sənin üçün. Üçün qoşmadır. Evə tərəf qoşmadır. Kimi qoşmadır. Və yaxud da deyirəm ki, ən yaxşı. Və yaxud da lap yaxşı, ədatda ola bilər burada. Yəni, bunlar söz birləşməsi yaratmır. Əgər iki sözdən biri köməkçidirsə, bu zaman bu söz birləşməsi olmayacaq. Müstəqil mənalı sözlə köməkçi fe'llər birləşərsə, etmək, eləmək olmaq, bayaq bildirdiyim kimi, yaxşılıq etmək, razı olmaq, şad olmaq, namizəd olmaq və s. Söz birləşmələrin quruluşundan danışdıqda, sadə söz birləşmələri var, mürəkkəb söz birləşməsi. Sadə söz birləşməsi iki müstəqil mənalı sözün birləşməsidir. Təmiz hava, dərsə hazırlaşmaq, meşə yolu, iki müstəqil məna. Məsələn, təmiz sözü nədir? Sifətdir, hava isimdir. Dərs sözü isimdir, hazırlamaq feildir. Meşə də isimdir, yol da isimdir. İki müstəqil mənalı sözün birləşməsidir. Mürəkkəb söz birləşmələrinə gəldikdə isə üç və daha çox müstəqil sözün birləşməsindən yaranır. Kitabxanadan bir, alınan feildir, bu da bir. Dərslik də isimdir, bu da. Bir. Üç müstəqil mənalı sözdürmü? Bəli, bu mürəkkəb söz birləşməsi yaratdı. Şəhərin mərkəzi küçələri. Şəhər də isimdir, mərkəz də, küçə də isimdir. Vətəni qoruyan igid əskərləri. Vətən, isim, qoruyan feil, igid sifət, əskər isim. Bunlar da eyni zamanda mürəkkəb söz birləşməsi yaradır. Vacib bir qeyd olaraq demək istəyirəm ki, əgər birləşmənin tərkibində köməkçi nitq hissəsi və köməkçi feil varsa, o sözlər, belə deyim ki, söz birləşməsi yaratmır. Düzdür, mən bununla razıyam. Söz birləşməsi yaratmır. Amma iki müstəqil mənalı sözün daxilində işləndiyi zaman o söz birləşməsinin quruluşuna təsir edə bilməz. Buna okey. Yəni, burada tərəf sözü köməkçi ola bilər, yaxşı. Biz bilirik ki, tərəf qoşmadır. Bunun söz birləşməsinin quruluşuna təsiri yoxdur. Amma şəhər sözü isimdir, gedəndə feildir. Görürük ki, iki müstəqil mənalı sözümüz varsa, bu artıq sadə söz birləşməsi hesab olunacaq. Niyə? Çünki yenə deyirəm ki, köməkçi nitq hissəsi sözün quruluşuna təsir göstərmir. Daha biz bunu 3 dənə söz varsa yan-yana, biz onu mürəkkəb söz birləşməsi götürək deyə bir şey yoxdur. Daha sonra söz birləşməsinin quruluşundan danışmaq istəyirəm. Deməli, biz söz birləşmələrinin tərəflərindən danışacağıq. Tərəflərinə gəldikdə, birinci tərəf aslı tərəf hesab olunacaq. İkinci tərəf isə əsas. Və biz söz birləşməsinin ismi ya feili birləşmə olduğunu bilmək üçün əsasən yox, həmişə əsas tərəfə baxmalıyıq, aslı tərəfə yox. Əsas tərəf adlarla. Adlar deyəndə nə nəzərdə tutulur? İsimlə, sifətlə, sayla, əvəzliklə, zərflə və isimləşmiş hər hansısa başqa bir sözlə ifadə olunursa, bu ismi birləşmələr hesab olunur. Amma məstər feili, sifət feili bağlama ilə ifadə olunursa artıq bu feili birləşmə ifadə deyilir. Feili birləşmə adlanır. Məsəl üçün deyirəm ki, gözəl hava. Fikir veririk ki, ikinci tərəf isimdir. Birinci tərəfdə sifətlə ifadə olunur. Amma biz nəyə əsasən bilirik? Əsas tərəfə əsasən bilirik ki, bu ismi birləşmədir. Bir də var deyirəm ki, evə gələndə. İkinci tərəfimiz ifadə olundu feili bağlama ilə. Əsas tərəfimiz əgər feili bağlamadırsa, deməli bu feili birləşmədir. Yəni, ismi birləşməni, feili birləşməni bir-birinə fərqləndirmənin ən asan yollarından biridir. İsmi birləşmələrə gələk. İsmi birləşmələr ümumiyyətlə 3 yerə bölünür. Birinci növ təyinli söz birləşməsi, ikinci və üçüncü növ təyinli söz birləşməsi. Birinci növ təyinli söz birləşməsi Birinci növ təyinli söz birləşməsi heç bir xüsusi şəkilçi ilə yaranmır. Yəni, onu düzəldən xüsusi bir şəkilçi yoxdur. Bu demək deyil ki, tərəflərdən hər hansısa bir tərəf şəkilçi qəbul edə bilməz, yox. Yəni, onu yaradan bir xüsusi şəkilçi yoxdur. Və hər zamanda, yəni çox vaxt parçalanır. Təhlil zamanı ayrı-ayrı götürülür demək istədiyim odur. Və isimlə isimləşmiş nitq hissələrlə ifadə oluna bilir. Məsəl üçün nümunə götürək.
Saxsı qab. Qeydiyyə xüsusi bir şəkilçisi yox idi. Qab, necə qab? Saxsı qab. Fikir verir ki, hər bir tərəfi ayrı-ayrılıqda təhlil olunur. Məsəl üçün deyirəm ki, qırmızı don. Necə don? Amma eyni zamanda tərəflərdən biri deməli, qrammatik şəkilci qəbul edə bilər. Məsəl üçün deyə bilərik ki, rəngli qələmlər. Gördünüz, cəm şəkilçisi qəbul etdik. Qələmlər, necə qələmlər? Rəngli qələmlər. Amma bu demək deyil ki, birinci növ təyin söz birləşməsinin yaranma vasitələrindən biri də cəm şəkilçisidir və yaxud da ki, mənsubiyət şəkilçisidir. Bir daha vurğuluram ki, heç bir xüsusi şəkilçi ilə düzəlmir. Daha sonra birinci tərəfi sifətlə, ikinci tərəfi isimlə ifadə olundu. Məsəl üçün, daha sonra vurğulamaq olar nəyi? Və yaxud da ki, rəngli qələmlərimiz. Hər bir tərəf isə ayrı-ayrılıqda təhlil olundu, götürüldü. Daha sonra ikinci növ təyin söz birləşməsi var ki, ikinci növdə isə birinci tərəf qeyri-müəyyən yiyəlik halda olur. İkinci tərəf isə mənsubiyyət şəkilçili. Məsəl üçün necə deyə bilərik? Deyə bilərik ki, dağ havası. Və bir şey yadda saxlayaq ki, qeyri-müəyyən yiyəlik halı biz beynimizdə müəyyən yiyəlik halı çevirə bilirik. Ün qoya bilirik, dağın havası. Və yaxud da ki, deyirəm ki, atalar sözləri. Və yaxud da deyə bilərik ki, uşaq paltarı. Yəni birinci tərəf qeyri-müəyyən təsirliyə, qeyri-müəyyən yiyəlik hal, ikinci tərəf isə mənsubiyyət şəkilçisindən ifadə olundu. Və yadda saxlayaq. İkinci növ təyini söz birləşməsi, ikinci növ ismi birləşmə, əsla və əsla parçalanmır. Bu birinci qayda. Arasına söz daxil eləmək olmur. Bu ikinci qayda. Və eyni zamanda deyə bilərik ki, İkinci növ təyini söz birləşmələrində çox nadir halda belə deyim, cəmlənmə ola bilər. Amma ki, eyni anda hər iki tərəf cəmlənə bilməz. İki tərəfdən biri cəmlənə bilər. Məsəl üçün deyirəm ki, uşaq paltarları. Və yaxud da ki, deməli, atalar sözü. İstisnadır. Atalar sözünü atalar sözləri dedim. Bu bir istisna haldır ki, bəli, istisna hallarda atalar sözləri deyilə bilər. Amma normal halda 90% vaxtlarda biz hər iki tərəfə eyni anda cəmləmirik. Üçüncü növ təyini söz birləşməsində isə birinci tərəf, üçüncü növdə birinci tərəf yiyəlik hal, İkinci tərəf isə mənsubiyyət şəkilçili olacaqdır. Məsəl üçün deyək ki, sənin kitabın. Deyə bilərik ki, məsəl üçün, kəndin havası. Məktəb çantası. Sinfin uşaqları. Birinci tərəf yiyəlik, ikinci tərəf mənsubiyyət şəkilçilidir. Lakin bir şeyi yadda saxlayın ki, üçüncü növ təyini söz birləşməsi ikincidən fərqi budur həm də ki, arasına biz söz daxil edə bilirik. Məsəl üçün sinifin oxuyan uşaqları deyə bilərik, artıra bilərik, yəni əlavə edə bilərik. Daha sonra kəndin gözəl havası, sənin qalın kitabın. Yəni, üçüncü növdə biz arasında söz daxil edə bilirik və tərəfləri eyni anda cəmləyə bilərik. Məsəl üçün deyə bilərik ki, siniflərin uşaqları. Və yaxud da deyə bilərik ki, məsələn, nədir onun adı? Deməli,
uşaqların səsləri. Və üçüncü nöqtənin söz birləşməsi də bütöv təhlil olunur. Bütöv şəkildə götürülür. Lakin bəzi zamanlarda birinci tərəf yox, amma ikinci tərəf öz mənsubiyyətini itirə bilər. Məsəl üçün deyə bilərik ki, normalda bizim uşaqlarımız əlaçıdır. Bilirik ki, üçüncü nöqtənin söz birləşməsi parçalanmır. Düzdürmü? Normalda biz bilirik ki, parçalanmır. Çünki həm də birinci tərəf yeri, ikinci tərəfdə mənsubiyyət var. Bütöv götürüləcək. Kim əlaçıdır? Bizim uşaqlarımız. Amma deyirəm ki, bizim uşaqlar əlaçıdır. Əlaçıdır kim? Uşaqlar. Hansı uşaqlar? Bizim uşaqlar. Artıq ikinci tərəf öz mənsubiyyətini itirdiyində parçalanır və ayrı-ayrı təhlil olunur. Yenə də üçüncü növ olur, o öz yerində. Lakin ikinci tərəf mənsubiyyətini itirəndə biz onu parçalayıb təhlil edə bilərik cümlə üzvü kimi. Bir də biz birinci nöqtənin söz birləşməsinə keçəndə bildirdik ki, parçalanaraq təhlil olunur. Lakin eyni zamanda da bir şey yaddan çıxartmamalıyıq ki, birinci nöqtənin söz birləşməsinin daxilində bəzi elə sözlər var ki, onlar qəlibləşmiş sözlər hesab olunur və bütöv götürülür, parçalanmır, bütöv təhlil olunur. Məsəl üçün, yeni il var, qədim dövr var, məsəl üçün, hər tərəf, nadir hallarda, ev tərəf. Yəni biz burada bunları təhlil edən zaman bir götürürük. Məsəl üçün deyirəm ki, yeni il gəldi. Gəldi. Nə il, hansı il, yeni il? Belə olmaz. Gəldi nə? Yeni il. Bütöv şəkildə mübtəda olaraq götürüləcək. Deməli, söz birləşmələrinin quruluşundan danışaq. Söz birləşmələrinin quruluşu aslı və əsas tərəfdən ibarətdir. Söz birləşməsində sözlər bərabər hüquqlu olmur. Biri digərindən aslı olur, tabi olur. Aslı tərəf həmişə öndə gəlir. Yəni birinci gələn tərəfimiz aslı, ikinci gələn tərəfimiz isə əsas olur. Digər sözü izah edir, ona tabi olan tərəf aslı olur. Dəmir, məsələn, darvaza. Dəmir aslıdır, darvaza əsasdır. Sürətlə oxumaq. Aslı tərəf birinci, əsas tərəf isə ikincidir. Yəni əsas tərəf sonda gəlir. Birləşmənin hansı növə aid olduğunu biz əsasən deyəndə ki, həmişə əsas tərəf əsasında bilirik. Məsələn, uca bina, əsas tərəfimiz isimlə ifadə olunubsa, bu ismi birləşmədir. Amma əsas tərəfimiz feillə ifadə olunub, məstərlə, deməli bu feili birləşmədir. Söz birləşmələrinin növləri. Əsas tərəfin hansı nitq hissəsi ilə ifadə olunmasından asılı olaraq iki növü vardır. İsmi birləşmələr əsas tərəfi adlarla, isimlə, sifətlə, sayla, əvəzliklə, zərflə ifadə olunur. Məsələn, dərin quyu. Əsas tərəf isimdir. Uşaqların hamısı əsas tərəf əvəzlikdir. Feili birləşmədə isə əsas tərəf feillərlə ifadə olunur. Amma yadda saxlayaq. Təsriflənən feillərlə yox ha. Təsriflənən feillər söz birləşməsi yaratmır. Təsriflənməyən feillərlə ifadə olunmalıdır. Məstərlə, feili sifətlə, feili bağlama ilə. Məsəl üçün, məktub yazanda. Buna görə də mən deyirəm ki, mövzular hər zaman bir-birinə zəncirvari şəkildə bağlıdır. Biz feili sifəti bilməsək, feili bağlamanı bilməsək, söz birləşməsində onsuz da axsayacağıq. Qarşımızdakı məstər tərkibidir, feili sifət tərkibidir, feili bağlama tərkibidir, onu ayıra bilməyəcəyik. Çünki zamanında təsriflənməyən feillərin növlərini ayırmağı bilmirik. Daha sonra şəkilçilərin əzbər bilmirik. Məsələn, biz burada baxanda bilirik ki, andəndə feili bağlama şəkilçisidir. Buna əsasən də bilirik ki, burada feili birləşməmiz feili bağlama tərkibinə ifadə olunubdur.
Məsəl üçün evə qayıtmaq. Məstər yazığın onsuz da bir şəkilçisi var, o da maqdır. Əsas tərəfimiz məstərlə ifadə olunub. Yəni məstər tərkibidir. İsmi birləşmələrin yaranma yolları, ümumiyyətlə ismi birləşmələr az öncə dedim ki, birinci, ikinci və üçüncü növə bölünür. Birinci növdə şəkilçi ilə yaranma, şəkilsiz modeldir. Məsəl üçün baxaq. Aslı tərəfimiz çox zamanda demək olar ki, təyindir. Hal və məsbə şəkilçisi olmadan yaranan birləşmələrdir. Məsələn, isti çay, gözəl mənzərə, say və isim. Birinci tərəf say, ikinci tərəf isim, birinci tərəf say, ikinci tərəf bütöv götürülən ifadə. İsim. Daha burada biz gümüş sözünə necə qaşıq, gümüş qaşıq deyib gümüşü gedib sifət götürə bilmərik uşaqlar. Biz daha əvvəldə vurğulamışıq ki, dilimizdə bəzi sözlərimiz var ki, bunlar taxta, saksı, daha sonra ipək, dəmir, gümüş və vesaire bir çox ifadələrimiz var ki, onlar isimdir. Sadəcə olaraq ismin qarşısına gələrək necə sualına cavab verib, özündən sonraki sözü təyin edə bilər. Lakin morfoloji baxımdan yenə də isim olaraq qalır. Burada da eyni qaydada gümüş sözü isimdir. Taxta masa, taxta sözü isimdir. Daha sonra əvəzlik və isimli ifadə olunan həmin bina, həmin biz bilirik ki, əvəzlidir və işarə əvəzlidir. Bu da işarə əvəzliyidir, bu dünya. Feili sifətlə ifadə oluna bilər. Deyə bilərsiniz ki, müəllim, axı feili sifət varsa bu feili birləşmədir. Bəli, o əsas tərəfə aiddir. Əsas tərəfimiz feillərlə ifadə olunanda feili birləşmədir. Söhbət burada aslı tərəf üstəgəl isimdən gedir. Yəni birinci tərəf feili sifət, ikinci tərəf isimdən. Qaçan oğlan, ikinci tərəf isimdir. Solmuş yarpaq, ikinci tərəf isimdir və birinci tərəf feili sifətlə ifadə olunubdur. İndi biz gəlirik qeyri-müəyyən çal üstəgəlsi mənsubiyyət, yəni ki, ikinci qaydamıza. Birinci tərəf qeyri-müəyyən yəlik alınır, ikinci tərəf isə məsbə şəkilçisinin ifadə olunur. Aslı tərəf dedi qeyri-müəyyən yəlik al, əsas tərəf üçüncü şəxs məsbə şəkilçisi. Xüsusiyyəti budur ki, tərəflər arasında söz daxil eləmək olmaz. Yəni, təhlil zamanı bütöv götürülür. Biz bayaq neynədir? Qaçan oğlan dedik, düzdürmü? Qaçan oğlan da qoy qaçsın. Qaçan oğlan ifadəsində oğlan oldu mübtəda, qaçan ifadəsi nə oldu? Təyin. Hansı oğlan? Qaçan oğlan. Birinci tərəf təyin, ikinci tərəf isə mübtədadır. Lakin ikinci növ təyin söz birləşməsində biz parçalayıb götürməyəcəyik. Yəni birini mübtəda, birini təyin götürməyəcəyik, bütöv götürəcəyik. Yəni məsəl üçün dəniz sahili, dağ havası, kitab rəfi. Məsələn deyirəm ki, dəniz sahili sərindir. Sərindir. Nə? Dəniz sahili bütöv şəkildə mübtədadır. Biz artıq bunu parçalayaraq götürmədik. Sahili nə? Sahili, hansı sahili? Dəniz sahili. Belə formada götürə bilmərik. Daha sonra üçüncü gəlir müəyyən yəlik al, üstəgəlsin mənsubiyyət şəkilçili ifadələr. Aslı tərəfimiz ın, yəlik al şəkilçili, ikinci tərəf isə hər üç şəxsin məsbə şəkilçisini qəbul edə bilir. Və biz az öncə nəyi vurğuladı? İkinci növ təyin söz birləşməsində, düzdürmü? İkinci növ təyin söz birləşməsində tərəflər arasında söz daxil etmək olmurdu. Cəmlənmə də adətən ikinci tərəf cəmlənir. Hər iki tərəf cəmlənə bilmir. İstisna hal budur ki, atalar sözləri ifadəsidir ki, hər iki tərəf cəmlənibdir. Amma normalda hər iki tərəf eyni anda cəmlənmir. Məsəl üçün, kitab rəfləri deyə bilirik, daha sonra uşaq paltarları deyə bilirik, amma iki tərəfi də cəmləyə bilmirik. Müəyyən yəlik hala gələk. Müəyyən yəlik hal deyəndə ki, müəyyən yəlik hal üstəgəlsin mənsubiyyət şəkilçisi üçüncü növ təyin söz birləşməsini yaradır. Tərəflər arasında istənilən qədər söz daxil edə bilirik. Təhlil zamanı ikinci növ kimi üçüncü növ də parçalanmır. Amma ikinci növün arasında söz daxil edə bilməsəydi, üçüncü növ təyin söz birləşməsinin arasında biz söz daxil edə bilirik. Məsəl üçün deyirəm ki, məktəbin müəllimləri gözəldir. Düzdürmü? Məktəbin müəllimləri gözəldir. Burada məktəbin müəllimləri üçüncü növ təyin söz birləşməsidir. Biz indi bunun arasında söz daxil edək. Məktəbin
savadlı. Məktəbin savadlı müəllimləri həm də gözəldir. Gördünüzmü? Gözəldir. Və yox da deyək ki, uşağın kitabı itib. İtib. İtib nə? Uşağın kitabı. Bütöv təhlil elədi, mübtədadır. Biz bunun arasında söz əlavə edə bilərik. Uşağın riyaziyyat kitabı. Uşağın riyaziyyat kitabı itib. Arasında istənilən qədər söz daxil edə bilərik. Və yaxud uşağın qalın riyaziyyat kitabı itib. Daha sonra biz cəmlənmədən danışaq ki, cəmlənmə tərəflər həm ayrı-ayrılıqda, həm də eyni anda cəmlənə bilir. Şairin şeirləri, şairlərin şeirləri. Yəni fikir veririk ki, ikinci növdə fərqli olaraq üçüncü növdə hər iki tərəfini də eyni anda cəmləndirmək mümkündür. Məktəbin divarı, mənim xəyallarım, sizin uğurunuz və s. Bəzən birinci və ikinci şəxs əvəzlikləri ilə düzələn ismi birləşmələrin ikinci tərəfində mənsubiyyət şəkilçisi işləməyə də bilər. Biz az öncə bunu vurğulamışdıq, qeyd eləmişdik. Bu zaman isə biz onu parçalanmış formada götürə bilərik. Normalda üçüncü növ parçalanmır, okeydir, razıyam. Lakin birinci tərəf yərik, ikinci tərəf mənsubiyyət olduğuna aiddir bu. Lakin birinci tərəf yərikdə qalıb, ikinci tərəf mənsubiyyət şəkilçisini itirdikdə parçalana bilər. Məsəl üçün deyirəm ki, sizin şagirdləriniz sakitdir. Bəxtəvər başlarla. Sakitdir. Sakitdir. Kim? Sizin şagirdləriniz. Üçüncü növ təyini söz birləşməsi və parçalanmır. Ancaq ki, gəlin bunun mənsubiyyətini çıxaraq. Inızı çıxartdım. Sizin şagirdlər sakitdir. Sakitdir kim? Şagirdlər. Hansı şagirdlər? Sizin şagirdlər. Artıq mənsubiyyətini biz çıxartdıq da göndərdik. Bu zaman parçalanır və birinci tərəf olur təyin, ikinci tərəf olur mübtəda. Deməli, buradan baxaq. Məsələn, sizin dostlar gəldilər. Gəldilər kim? Dostlar. Hansı dostlar? Sizin dostlar. Amma deməli, bir də bütöv olduqda necə olacaqdır? Sizin dostlarınız gəldilər olsaydı, artıq burada ınız olsaydı, mənsubiyyət şəkilçisi, biz onu parçalama haqqına sahib olmazdıq. Bütöv götürərdik. Bir də bəzi birləşmələr vahid məna bildirdiyi üçün parçalanmır. Bütövlükdə zaman zərfliyi ola bilir. Məsələn, bizim vaxtlarda hər şey fərqli idi. Hər şey fərqli idi. Nə vaxtlarda, hansı vaxtlarda? Bizim vaxtlarda. Elə bir şey ola bilməz. Hər şey fərqli idi. Nə zaman? Bizim vaxtlarda. Biz fe'li birləşmələrdən danışaq. Fe'li birləşmələrdə ikinci tərəf olacaq fe'li məstər, yəni ki, fe'li məstər forması, fe'li isbət ya da fe'li bağlama. Yəni əsas tərəfimiz. Fe'li birləşmə ilə mürəkkəb fe'lin fərqi nədir? Hər yan-yana gələn fe'lə biz birləşmə deyə bilmərik. Fe'li birləşmə iki müstəqil mənalı sözdən olmalıdır. Yəni dərs hazırlamaq, yol getmək və s. Mürəkkəb fe'l isə iki söz birlikdə bir hərəkət bildirir. Məsələn, etmək ifadəsi demişdik, birləşmə yaratmırdı. Olmaq ifadəsi birləşmə yaratmırdı. Fe'li birləşmələrin növləri vardır. Əsas tərəfi fe'l, yəni ki, belə deyim ki, hansı fe'l növü ilə bitməsindən asılı olaraq üç yerə bölünür. Məstər tərkibi məstərlə bitir, yəni müqaməklə. Dərin düşünmək, sahildə gəzmək. Fe'l isbət tərkibi isə anla, mışla, acaqla, malı ilə, adıq üstəgəl mənsubiyyətlə. Bizi izləyən, yazılmış məktub. Fe'li bağlama tərkibimiz isə əsas tərəfi fe'li bağlama ilə. Burada hələ yarısı yazdım. Uşaqlar, bütün şəkilçilər yox. Bunun üçün siz çalışın fe'li bağlamanın, məstərin, fe'li isbətin şəkilçilərini təkrarlayın. Anda, araq, ınca ilə ifadə olunur. Sözü işləndə, qaçaraq, gəlmək və s. Dıq üstəgəl mənsubiyyət olan. Bu şəkilçini görsən, bil ki, o fe'li birləşmədir. Bəli, biz demişdik ki, birinci tərəf yer, ikinci tərəf mənsubiyyət olanda biz onu ismi birləşmə kimi götürürük. Mən bundan razıydım. Lakin bu dıq üstəgəl mənsubiyyətə aid deyil. Bir mənalı yadda saxlayaq ki, dıq üstəgəlisi mənsubiyyət olduğu zaman
Biz artıq bunu fe'li birləşmə olaraq götürəcəyik. Daha sonra fe'li birləşmələrin əsas tərəfi fe'lin dedik təsvirlənməyən formalardır. Razıyam bununla. Daha sonra məsdər tərkibinə gəldikdə əsas tərəf məsdərlə ifadə olunur. Tərkib nə deməkdir? Özündən əvvəl gələn sözləri özünə tabi etmək və bütöv şəkildə götürmək. Məsəl üçün deyək ki, vətən torpağını və tərkib yaradıb yaratmamağını bilmək üçün sözü biz götürüb xəbərlə uzlaşdıraq. Xəbərlə uzlaşa bilmirsə, deməli özündən sonra gələn sözlərə tabiçiliyi vardır. Basını qorumaq müqəddəs vəzifədir. Vəzifədir. Necə vəzifədir müqəddəs? Biz vətən vəzifədir deyə bilmirik, düzdürmü? Əgər biz vətən vəzifədir deyə bilmirik, torpaqlarını vəzifədir deyə bilmiriksə, biz sözü parçalayıb əgər xəbərlə uzlaşdıra bilmiriksə, əlaqələndirə bilmiriksə, onu tərkibin daxilində götürürük. Vəzifədir. Necə vəzifə? Müqəddəs. Nə müqəddəs vəzifədir? Vətən torpaqlarını canı bahasına qorumaq. Deməli, bu sözcüklər ki var, bunlar qorumağa tabidir. Çünki vətən torpağını qorumaq deyə bilirsən, vətəni qorumaq deyə bilirsən, canı bahasına qorumaq deyə bilirsən. Buna tabi olan bir ifadədir deyənə, biz buna məsdər tərkibi deyirik. Ən yaxşı sözü götürüb xəbərlə uzlaşdırmaqdır. O diplom işini müvəffəqiyyətlə müdafiə etmək üçün çox çalışır. Nə qədər çalışır? Çox. Fe'ldən qabaq gəlib zərflik. O çalışır deyə bilirik. Bəli, deməli burada o mübtədadır. Xəbərlə uzlaşa bildi. Mübtəda. Nə üçün çalışır? Nə məqsədlə çalışır? Diplom işini müdafiə etmək üçün. Zərflikdə özdə məqsəd zərfliyidir. Diplom çalışır deyə bilmirsən, işini çalışır demək olmur, amma diplom müdafiə etmək deyə bilirsən axı. Düzdürmü? Ona görə də biz bunu tərkib olaraq götürdük. Əgər sözümüz xəbərlə uzlaşa bilmirsə, orada məsdər tərkibi, məsdərin şəkilçisi varsa diqqətlə bax. Deməli, o tərkibin içərisində gedən bir ifadədir. Daha sonra fe'li sifət tərkibi də eyni qaydada. Məsdər, fe'li sifət, fe'li bağlama tərkibi də eyni qaydada. Əsas biz bilməliyik bir şəkilçiləri, iki də cümlədən tərkib çıxartmağı. Adətən təyin vəzifəsində işləyir, lakin isimləşdikdə mübtəda, tamamlıq və ismi xəbər ola bilir. Səhər mehi ilə tərpənən yarpaqlar sanki pıçıldaşır. Pıçıldaşır. Bilirik ki, sanki köməkçidir, cümlə üzvü olmaz. Nə? Yarpaqlar pıçıldaşır deyə bilirik. Hansı yarpaqlar? Səhər pıçıldaşırdı, yox. Səhərdən söhbət getmir, ha. Səhər mehi ilə tərpənən yarpaqdan söhbət gedir. Yarpaqlar, hansı yarpaqlar? Səhər mehi ilə tərpənən. Fe'li sifət tərkibi. Yarışda yüksək nəticə göstərənlər xüsusi mükafat aldılar. Aldılar nəyi? Mükafatı. Necə mükafatı xüsusi? Kim alıbdı? Yarışda yüksək nəticə göstərənlər. Siz yarışda harada mükafat aldılar deyə demirik. Bütöv tərkibin içərisinə gedir. Fe'li bağlama tərkibinə baxaq. Əsas tərəfi fe'li bağlama ilə ifadə olunubdur. Cümlədə zərflik vəzifəsində çıxış edir. Yadda saxlayaq ki, fe'li bağlama ümumiyyətlə nə fe'li bağlama, nə onun tərkibi zərflikdən başqa cümlə üzvü ola bilməz. Günəş üfüqdə yavaş-yavaş batanda biz mənzil başına çatdıq. Çatdıq kim? Biz. Haraya çatdıq? Mənzil başına, mənzilin başına. Bilirik ki, ikinci növdə parçalanmır. Zərflik, yer zərfliyi. Nə zaman? Günəş, bax, buradakı günəşi biz götürüb mübtəda kimi yerləşdirə bilmərik ya, uşaqlar. Günəş çatdıq deyə bilmirsən həmdə ki. Cümləmizdə artıq bir mübtədamız var, biz əvəzləyib. Nə zaman biz mənzil başına çatdıq? Günəş üfüqdə yavaş-yavaş batanda. Zaman zərfliyi. Daha sonra qərar vermək frazoji birləşməli bütöv xəbər olur. O qərar verdi deyə bilirik. Baş verən hadisələr diqqətlə analiz edərək. Necə qərar veribmiş? Baş verən hadisələri diqqətlə analiz edərək. Səhvlidir. Gözlənilməz xəbər eşidib həyəcanlandı. Həyəcanlandı nə tərzdə? Bərk, zərflik. Necə həyəcanlanıbdı? Yəni daha doğrusu niyə həyəcanlanıbdı? Gözlənilməz xəbəri eşitdiyi üçün bütöv götürüləcək. Səbəb zərfliyi. Vacib qeydləri yadda saxlayaq ki, fe'li birləşmələr heç vaxt fe'li xəbər olmaz. Yadda saxlayaq. Tərkibin yaranması üçün fe'l mütləq özündən əvvəl gələn sözü özünə tabi etməlidir.
Məstər feili sifət isimləşməsi onların tərkib olmaq xüsusiyyətini itirmir. İsimləşsə belə tərkib olaraq qalır. Sadəcə olaraq cümlədəki vəzifəsi dəyişir. Yəni təyin olmur. İsimləşsə mübtəda ola bilər, tamamlıq ola bilər. Əgər cümlədəki bir söz müstəqil şəkildə xəbər əlaqəyə girə bilmirsə, deməli o mütləq özündən sonraki məstər feili sifət və feili bağlamaya tabe olub tərkibin daxilində götürülür.